Bu qadın Azərbaycan səhnəsinin yaraşıqıdır, nitqidir, özüdür və arkasında oradan da teatrımızın tarixini yaşayıb gələn, Çinlilikdə o teatrın gözəlliyini daşıyan, ana dilimizi gözəl yaşadan və sənət insanlarına ilham verən və dəyər verən dostumuz Dilaya var. Can çoxdur. Yəni öyrənirik də bu qadından öyrənirik. Daha deyil çıxarmışıq. Dediqodunu da qəşəng bilir. Tap dilində bilir. Sənə hardan desən oradan bulsun. Həm qeybət var, həm söhbət. O sazsız aşıqdır, sazsız, sazı olmayan aşıqdır. Can çox. O meyxanası olmayan meyxanaçı. O nə tür danışdırırsan məni sən? Bu nədir? Meyxanası olmayan meyxanaçı. Aşığı olmayan, sazı olmayan aşıq. Dəfi olmayan xanəndə. Da nədir? Zəngiləsi olmayan xanəndə də o. Aynen, gözüm maşallah.